Dəyərli izləyicilər, 2024-cü ilin dekabr ayında, xüsusən də təyyarəmizin vurulmasından sonra Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi siyasi münasibətlərdə yeni bir mərhələyə qədəm qoyduğumuz heç kəsə sir deyil və məhz bu mərhələdən sonra Rusiyada yaşayan azərbaycanlıların həyatında, orada onların fəaliyyətində ciddi problemlər yaranmağa başladı. Onlar yerli, yersiz şəkildə təzyiqə məruz qaldılar, polis tərəfindən təzyiq obyekti oldular, iş fəaliyyətlərinə maneələr törədildi, çalışdıqları bazarlar bağlanıldı, hücumlar edildi, yeni qanun layihələri məhz onların fəaliyyətini məhdudlaşdırmaq üçün həyata keçirildi və xüsusən də demək istəyirəm ki, 2026-cı ildən etibarən, yəni yenicə qədəm qoyduğumuz bu ildən etibarən isə Rusiyada əmək miqrantlarına və onları işə götürənlərə tətbiq olunan yeni tələblər və məhdudiyyətlər qüvvəyə minib və bu dəyişikliklər xüsusilə Podsovet məkanından gələn yüz minlərlə əmək miqrantına, o cümlədən də Azərbaycan vətəndaşlarına birbaşa təsir göstərir. Yeni qaydaların əsas məqsədi isə regional büdcənin doldurulmasıdır, əmək bazarının güya ki yerləşdirilməsidir və sosial yükün də azaldılmasıdır. Amma bəzi iş sahələrində Azərbaycanlılar da daxil olmaqla Podsovet ölkələrindən gələn vətəndaşları çıxarıb da, məsələn, hindliləri, çinliləri, bəzi qaradərili işçiləri işə götürmə texnikasını və o siyasəti həyata keçirirlər. Bu bizim soydaşlarımıza orada necə təsir göstərir? Bizim üçün maraq doğuran məqamlardan biri də budur və Rusiyada fəaliyyət göstərən Ələkbər Qarayevlə, vəkillə bu barədə danışacağıq. Daim orada azərbaycanlılarımızın hüquqlarını müdafiə edir. Bilirsiniz, dəfələrlə də onunla bu mövzuda danışmışıq. İndi görək 2026-cı ilin bu ilk günlərində orada vəziyyət necədir? Soydaşlarımıza Rusiyada hansı formada təzyiq edilir? Edilirmi ümumiyyətlə? Fəaliyyətlərinə bir məhdudiyyət gətirilibmi? Ümumi vəziyyət necədir? Ələkbər bəylə bir əlaqə yaradaq, görək bizi maraqlandıran suallara necə cavab verəcək. Alo. Ələkbər bəy, salam, necəsiz? Salam Sevinç xanım, salam. Yaxşı olasınız. 2026-cı ildən bu Rusiyadakı əmək miqrantlarına, onların işə götürənlərinə tətbiq olunan yeni tələblər və məhdudiyyətlər var. O məsələ ilə bağlı soruşmaq istedim sizdən ki, nə kimi dəyişikliklər var, Podsovet məkanından gələn əmək miqrantına, Azərbaycan vətəndaşlarına necə təsir göstərir? Yəni sizin bildiyiniz mövzulardır bunlar. Yəni orada da bir dəyişiklik yoxdur. Sadəcə olaraq yenə bir dənə çətinlik varsa da o da ki, o patent almaq məsələsidir. Yəni başqa belə bir çətinlik mən görürüm. Əsas patentə görə hamı əziyyət çəkir. Patentin verilməsində nə çətinlik var Ələkbər bəy ümumiyyətlə? Ümumiyyətlə orada imtahan vermək lazımdır da. Ona görə imtahan verməkdə çətinlik çəkirlər. Bəli. Əsas çətinlik odur. Başqa yəni elə bir çətinlik görmürəm. Sadəcə sənəti almaq biraz çətinlik yaradır. Patentin qiyməti də kifayət qədər yüksəkdir. Səhv eləmirəmsə, Moskva üçün patent qiyməti 10 mindir, Sankt-Peterburq üçün 8 mindir, Krasnodar üçün 27 min rubldür. Yəni bu məbləğlər də böyükdür. Patent haqları regiondan əsas olaraq dəyişir. Bu onları sıxışdırmaqla nəticələnirmi yoxsa? Yox. Bu onunla asılı deyil. Sadəcə olaraq hər regionun özünün ixtiyarı var ki, müəyyənləşdirsin. Onlara icazə verirlər. Ona görə o qiymətlər var. Həm də ki, yəni əsas odur ki, nə qədər miqranta orada ehtiyac var. Əgər miqranta ehtiyac varsa da, onlar görürlər ki, yəni bundan nəsə gələ bilər, ona görə artırırlar. İndi Moskvada ümumiyyətlə bilirsiniz, bu indi çoxlu xarici vətəndaş gətirirlər. Yəni ki, mən xarici vətəndaş onlara deyirəm ki, hansı ki keçmiş Sovet məkanından olmayanlar. Yəni Hindistanlılardır, bu Hinduslardır, cürbəcür o qara millətdən onlar indi neqr demiyorum ama zəncilər laf çoxdur. Onlara nəyə görəsə də onlara şərait yaradırlar. Onlara şərait yaradırlar ki, onlar işləsin. Artıq indi biz məsələn mağazaya girib salırdıq, görürdük ki, orada Kirgizlər, Taciklər, nə bilim Özbəklər işləyirlər. Amma indi baxırsan ki, hər mağazada, adicə hətta bu maşın yuma məntəqələrində orada hamı görürsən ki, zəncilər işləyirlər. Bəli. İndi hökumətin yəqin ki, nəsə bir belə məqsəd yönlü bir siyasəti var. Onu da ki, indi vallahi dəqiq bilmək olmur. Yəni onlar daha ucuz işçi qüvvəsi sayılırlar da. Çünki seçim onlardan yana edilirsə, tutaq ki, məsəl üçün keçmiş Podsovet ölkələri vətəndaşlarından daha çox onlara üstünlük verilirsə, deməli onlar ya daha ucuz işçi qüvvəsidir, yaxud da hansısa formada daha sərfəlidir onlarla işləmək. İlk öncə bu dövlətlər arasında olan razılıqdan irəli gəlir. Yəni onlarla Rusiya arasında razılıq var ki, onları göndərsə. Əlbəttə ki, onların gəlməsi, yəni işləməsi çox ucuz
ucuz başa gəlir. Xüsusən də o gələn xarici vətəndaşlar, Hindistanlılar, onlar ailələrini gətirmirlər. Bəli. Onlar ailələrini gətirmir, ancaq başqa Sovet məkanlar, məsələn Azərbaycan, Tacikistan, Özbəkistan, Qırğızstan, bunlar hamısı işlərini quran kimi hamısı ailələrini, uşaqlarını gətirirlər. Yəni məktəbə düzəltmək üçün, yəni bağça, bunlar ümumiyyətlə biraz necə deyim, belə zad yaradır, biraz problem yaradır hökumət üçün də. Ona görə də yəqin ki, bu variantı onlar işlədirlər. Və bir də qaydalarda əgər müəssisədə xarici vətəndaşların sayı icazə verilən həddi aşırsa, işə götürən onları işdən azad etməlidir. Əks halda isə cərimə ilə üzləşəcək. Martın 1-dən etibarən də işə götürənlər kvotalara riayət etmək məqsədilə miqrantları işdən çıxara biləcəklər. Sizcə bu qanunvericiliyədəki bu məsələ Azərbaycanlılar üçün ciddi problem yarada bilərmi? Yəni ilk işdən çıxarılanlar siyasında bizim həmvətənlərimiz ola bilərlərmi, soydaşlarımız? Yox, Azərbaycanlılar başqalarına fərqli olaraq, yəni bu patent almadır, düzdür, problemlər var, hardasa 1-2%, amma qalanları Azərbaycanlılar rus dilini daha yaxşı bilirlər. Yəni onlar tez belə uyğunlaşırlar. Ona görə Azərbaycanlılar çətin olur. Əsas ki, Azərbaycanlıların işlədikləri yerlər, Azərbaycanlılar bu zavodlarda, fabriklərdə, hansısa təşkilatlarda az işləyirlər onlar. Tikintidə məsələn Azərbaycanlılar heç 1% təşkil etmirlər. Əsas güclü orada təşkil edən taciklərdir, kirgizlərdir, özbəklər daha çoxdur. Yəni onları tikintidə, əsas ki, miqrantların sayı tikintidə çoxdur. Yəni bax, görürsən ki, mən bu yaxınlarda bir cinayət işim var idi, yəni orada vəkil kimi. Gördüm ki, zərər çəkənlər hardasa da 300 nəfər xarici vətəndaşdır. Hamısı da ki, özbək, kirgiz, tacik, yəni onların içində tikintidə işləyənləri. Bir dənə mən rus görmədim. Yəni ki, bu hamısı onlardır, bəli. Ələkbər bəy, sizcə ümumiyyətlə Rusiya hiss olunur ki, yeni bir miqrasiya siyasətinə keçib və prioritetlər orada dəyişib. Yəni ucuz və çevik miqrant əməyindən tədricən imtina eləyirlər, amma sosial yükün miqrantların üzərinə keçirilməsi ilə bağlı da prosesləri ön plana çəkirlər. Yəni miqrasiya siyasətinin dəyişdirilməsi nəyə xidmət göstərir fikrinizcə? Yəni Rusiya nəyə görə yeni bir xətt həyata keçirir? Bilirsiniz, mən bunu belə qiymətləndirərdim ki, yəni bunu bir yoxlama üçün bəlkə edirlər. Yəni bir eksperiment kimi edirlər bunlar. Amma mən belə fikirləşirəm ki, o baş tutmaz. O baş tutmaz, çünki o xarici gələnlər, onlar yəni əvəz edə bilməzlər heç vaxt. Nə taciki, nə özbəyi, nə kirgizi. Hətta bu yaxınlarda gördünüz də Moskvada nə qədər qar yağmışdı. Hansı ki, o qarı küçələrdə o götürdükləri, təzə işə götürdükləri o hinduslar, onlar da ki, biraz soyuq olan ki, hamısı qaçıb içəri girir. Amma taciklər, məsələn, özbəklər daha uyğundur. Məsələn, görürsən ki, bizim həyətdə görürəm ki, gecə-gündüz onlar yəni işləyirlər. Həm təcrübələri var, həm davamlıdırlar, deyilmi? Təcrübəlidirlər, həm də artıq onlar uyğunlaşıb, adaptasiya olublar, onlar dili bilirlər. Baxın, nə qədər olmasa, məsələn, öz vətənlərində elə Azərbaycan, Tacikistan, Qırğızstan hamısında rus dili keçilir. Heç olmasa başa düşürlər ki, söhbət nədən gedir. Amma o birisilər yox, onlar yoğunlaşmır. Belə fikirləşirəm ki, bu nəsə müvəqqətidir. Bu çox belə getməz. Ələkbər bəy, bilirsiniz bir də ki, Rusiya-Ukrayna müharibəsində Azərbaycanlıların iştirak etməsinə qarşı Azərbaycan tərəfindən bir qanun layihəsi qəbul edilib. Daha doğrusu bir hüquqi müstəvidə artıq qadağandır bu istiqamətdə. Bu demək oradakı Azərbaycanlıların hansılar ki, Rusiyada müvəqqəti məskunlaşıblar. Rusiya-Ukrayna müharibəsində iştirakına hansısa formada bir təsir göstəribmi? Çünki bəzən oradakı Azərbaycanlıları xırda bir xuliqanlığa görə belə içəriyə salanda onlara seçim olaraq ya müharibəyə gedəcəksən, ya da içəriyə girəcəksən kimi bir variant təqdim edirdilər. İndi məlum qadağanın qüvvəyə minməsindən sonra ki, biz zamanında Suriyada döyüşməyə gedən Azərbaycanlarla bağlı da eyni qanun layihəsi qüvvədə idi. Bu prosesə təsir göstəribmi? Azərbaycanlılar bir qədər daha çəkinirlərmi o müharibədə iştirak etməyə fikrinizcə? Çox maraqlı sualdır, çox maraqlı, çox ağrılı sualdır. Yəni ki, belə üzücü sualdır bu. Həqiqətən də belə öz xoşu ilə, deyim ki, öz arzusu ilə saziş bağlayıb o müharibə gedənlər azdır. Var, amma azdır. Əsas da ki,
bunlar hansı ki cinayət törədib, ya inzibati xətalara bağlı məsələn nəsə törədibsə də onlara təklif edirlər. Çünki insanlar bilirsiniz qalırlar bir çıxılmaz vəziyyətdə. Məsələn, şəxsən Azərbaycan vətəndaşları baxırlar ki, yoldaşı Rusiya vətəndaşıdır. Bəli. Uşaqları burada oxuyurlar məktəbdə. Məsələn, hətta vətəndaş olmasa baxır ki, uşağı artıq 10-cu sinifdə oxuyur. Bir ildən sonra məktəbi qutaracaq. Uşağın talehi həll olunur da. Bu da yəni bu neynəsə bu çıxıb getsə Azərbaycana alınmayacaq. Ona görə məcbur qarşısında qalırlar, məcburiyyət qarşısında qalırlar və onlar qol çəkirlər. Ümumiyyətlə fərqi yoxdur. Azərbaycanlı, yəni xarici vətəndaş ümumiyyətlə kim bu dəqiqə Rusiyada qanun belədir. Kim ki düşür türməyə, cinayətçi qaldırılır, onların hamısına Rusiya vətəndaşıdır, Azərbaycan vətəndaşı fərqi yoxdur. Onları qanunla belədir ki, onlara mütləq müraciət edirlər ki, uvidamlən edirlər ona, yəni bildiriş ki, siz qol çəkməlisiniz. Hər ay müstəntiq, iş aparan müstəntiq gəlir, o türməyə gəlir, SISO deyirlər də ona, ora gəlir və orada onlardan alırlar, yəni bildiriş edirlər onlar. Onlar qol çəkirlər ki, həqiqətən də mənə bildiriş olub ki, yəni getmək istəyirsən yoxsa. Orada sadəcə yazır ki, istəmirəm. Bununla da yəni söhbəti bağlayırlar. O baxımdan belə yekunlaşdıra bilərikmi ki, yəni son vaxtlar xüsusən orada yaşayan azərbaycanlılara qarşı xüsusi bir belə deyək də qısnama, hansısa bir məhdudlaşma və yaxud bir təzyiq varmı, yoxmu? Sizin müşahidələriniz nə deyir bu barədə? Yox, Azərbaycanlılara qarşı nə qədər olsa da, bilirsiniz, var orada ki, hansı ki bu millətpərəstlər var, onlar üçün fərqi yoxdur. Azərbaycanlı olsun, hətta yerli millətlərə, məsələn, Dağıstanlılardır, Çeçenlərdir, onlara da onlar o münasibəti göstərirlər. Onlar üçün fərqi yoxdur. Amma ümumi götürəndə yoxdur. Mən deyərdim ki, Azərbaycanlılara bəlkə də haradasa belə nəsə belə güzəştə gedirlər, Azərbaycanlıları daha yaxınsa. O da ki, biz sizdən irəli gəlir. İki dövlət arasında yəni ki, bu soyuqluq olanda baxırsan ki, bu dövlət işçiləri də nəsə belə istər-istəməz bununla qarşılaşırlar ki, haradasa da belə sərtləşdirmək. Amma sizə deyim ki, bax, düşənbə görüşündən sonra Azərbaycan prezidenti, Rusiya prezidenti düşənbədə görüşəndən sonra mən xeyli dəyişiklik gördüm ki, hətta bu işçilər də, bu dövlət işçiləri, polislər, bunlar artıq gördüm deyirlər ki, yəni bizdə də göstəriş var ki, daha Azərbaycanlılara qarşı, ümumən Azərbaycanlılara qarşı heç bir belə təzyiq olmasın, yersiz də, yəni ki, həqiqətən ki, məsələn, qanunu pozulsa da, nə bilim, içkili düşürsə də, nə olar, heç onlara güzəşt yoxdur. Amma belə nətər deyim, biraz üstdən gəlmirlər də, yəni ki, bunu elə əlimizdə belə fürsət düşüb verim, yoxdur. Amma yenə axır vaxt görürsünüz, gündən günə dəyişir, bir gün yaxşı olur, bir gün belə. Əsas da ki, bütün münasibət hamısı dövlətlər arasında olan münasibətlə yəni bərabər gedir. Aydındır. Mən sizə çox təşəkkür edirəm. Azərbaycanlılarımızın durumu ilə bağlı bizi məlumatlandırdınız və təbii ki, buradakı tamaşaçılarımız da çox maraqlanırlar. Oradakı soydaşlarımızın durumunda bir dəyişiklik varmı? Yeni hansısa bir sərtləşmə varmı? Bu mövzuda bizə verdiyiniz açıqlamalar üçün sizə təşəkkürümü bildirirəm. Çox sağ olun Ələkbər bəy. Sağ olun. Bəli, dəyərli izləyicilər, Rusiyada yaşayan azərbaycanlarımızın vəziyyəti, onların problemi, xüsusən də Rusiya-Azərbaycan münasibətləri gərginləşəndən bəri ki, ötən ilin, daha dəqiqcə 2024-cü ilin dekabrından etibarən təyyarəmizin vurulmasından sonra maksimum gərgin bir həddə gəlib çatıb. Orada əsas hədəf miqrantlardır, oradakı soydaşlarımızdır və indi qonağımız olan Ələkbər bəyin, vəkili Ələkbər Qarayevin, hansı ki, demək, Rusiyada yaşayır, orada azərbaycanlıların hüquqlarının qorunması ilə məşğul olur. Onun verdiyi açıqlamalar bir qədər daha pozitivdir. Yəni, hər halda münasibətlər düşənbə görüşündən sonra daha da normallaşıb deyil. Siz də bu barədə öz fikirlərinizi şərh bölməsində yazın. Nə düşünürsünüz? Oradakı miqrantlarımıza, oradakı azərbaycanlarımıza, soydaşlarımıza sizin tövsiyələriniz nədir? Şərhlərdə fikirlərinizi bildirin, dəyərli izləyicilər.